Herkese salam kızlar, kanalıma xoş gəlmisiniz. Sizə bir vlog başlayıram. Yenə tez durmuşam. Yenə də çox soyuqdum. Soyuq buz kimi suyuna dişləri yumağa gedirəm. Bunu kızlar Bakıdan bura gətirmişəm. Nədir? Burada normal zavtrak eləyə bilim. Və bunlardan. Əslində biraz məntiqsizdir, çünki burada da supermarketlər var. Amma bəzi məhsullar yoxdur. Bu yoğurtları mamıçıqı xoşdur. Papa gəlib gedəndən sonra mənim maşınımda doludur belə toy mahnıları və çox xoşuma gələrək qulaq asıram. Mama isə başlayır dalaşmaq mənimlə, bu nə mahnılardır, deyir ki, современные mahnılar qoy. Mən də deyirəm ki, mən bunlara qulaq asmaq istəyirəm. İndi kompromisə gəlmişik, bir mahnı toy mahnıları qulaq asırıq, sonra mama istədiyim. Buralar çox soyuqdur, saat isə уже 11-dir. Makiyaj da eləməmişəm, maskanı geymişəm çünki dişim sınıb. Əvvəlki vloqa baxmamısınızsa burada da deyim. Mama deyir ki, nə məcburdur sınıq dişlə, maskayla vlogu çəkəsən. Nəsə diş sınandan sonra dəhşət həvəsə düşmüşəm. Videolar çəkməyi istəyirəm sizin üçün. Xaricilərdə Eminimi çox sevirəm. Amma vloqa bir 4 saniyə onun mahnısı düşən kimi sizə qəşəngcə strayk gəlir. Ona görə ən yaxşısı bizimkilərə qulaq. Bizim gözəl kəndimiz. Baxın, nə qəşəng supermarketimiz var kənddə. Kart da keçir orada. Şəhərdə bəzi yerlərdə kart keçmir, amma kəndimizin içində kartla ödəniş eləyə bilərsiniz, problemsiz. Görürsünüz necə də inkişaf eləmişik. 3 saatda əsasdakı sağ-salamat biz Bakıya çatdıq. Bu yolla gəlirəm. Həmişə ən sevdiyim yol elə budur. Bəzi insanlar maşın sürməkdə relaks olurlar, həzz alırlar, amma mən əksinə yoruluram maşın sürərkən, bilmirəm niyə. Ona görə mənlik olsaydı evə çatan kimi uzanardım, amma yox, həkimə yazılmışam. Bacışkalar, biz uje evdəyik. Yolkanı göstərmək istəyirəm sizə, çünki özümü göstərə bilmirəm. Saat 4-də diş həkimin yanına yazılmışam. Ona görə bu paltarların arasında bu sarı kostyumçiki götürürəm. Kakras sizə göstərəcəm nə tipli bir şeydir. Həm də ki, bugün geyinərəm. 5 dəqiqə belə qəşəng ütülədim, amma mənə elə gəlir ki, biraz şalvarı mənə qısa olacaq. Və belə üst geyimi də var. Qiyməti deyəsən qızlar 37 manat idi. Çox gözəl materialı var. Düşünürəm ki, tez bir zamanda korlanan bir material deyil. Amma bir mənfi cəhəti görürəm, bu da uzunluq. Çox da belə eləməsəm, məncə uzunluğu qısa olduğu çox da hiss olunmur. Ugilərini geymək lazımdır. Onsuz da isti bir şeydir. Bu şarfı da çox sevirəm. Bunu Zara'dan almışdım. Bəlkə də universitetdə oxuyan illərdə almışdım. Hələ də taxıram. Qudur xoşuma gəlir. Metro ilə gedəcəm. Çünki bir stansiyadır cəmi. Orada parking eləməyə yer də olmur. Ona görə yaxşısı metro ilə gedim. Keyfim bugün çox yaxşıdır. Çünki o qədər iş gördüm. Mən çəkməmişəm. Xaçmazda 1-2 dənə işimiz var idi. Onlar da uğurla yerinə yetirdi. İndi bir diş məsələsini də həlləsəm super. Gün möhtəşəm keçib. Sağ olsun həkim bir gün ərzində dişi tam olaraq hazırladı. Sadəcə mən rayona getdim deyə sırası atağa bilmədim. Düzdür, biraz kley zad var, amma nəhayət ki diş var. Dişsiz biz heç vaxt olmaz. İstəyirdim qızlar biraz mağazalara gəzdim, videolar üçün maraqlı məhsullar axtarım, reelslər çəkmək üçün. Amma gördüm ki, çox yorğunam. Ümumiyyətlə yoldan sonra mən dəhşət yorğun oluram, bilmirəm niyə. Həm də ki tez durmuşuq. Ona görə evə gedim,
Qəşəng vanna qəbul edeyim, isti çay, düzdür 2 saat yemək yeyə bilmirəm. Amma o da problem deyil, tək uzanım, biraz istirahət edeyim. Dişlər isə super. Belə bilinmir qızlar, amma bayırda elə soyuq hava var. Ona görə gəlin qızlar, bugün evdən bayıra çıxmayaq. Vision board sifariş eləmişəm. Şəkilləri mən özüm seçmişəm Pinterestdən. İlk öncə belə bir vərəq gedir. Bu da qızlar mənim arzularım. Bunlar deməli yapışqanlı kağızın üzərindədir. Yalnız kəsirsiniz, sonra isə nakleyka kimi yapışdırırsınız. Məncə çox maraqlıdır, amma şəkilləri özüm seçmişəm. Bu arada özüm seçib atmışam. Hətta məndən 50 dənə şəkil istədilər, amma mən fikirləşdim ki 50 dənə arzum təəssüf ki yoxdur. Ona görə yalnız bu 2 vərəqlə kifayətləndim. Instagramda məni izləyənlər artıq nəticəni də görüblər, amma bilirəm ki, məni orada takib eləməyənlər də var. Ona görə dedim elə vloqa da əlavə edeyim. Bəzi arzuları çox simple eləmişəm, heç olmasa gerçəkləşdirə bileyim. Bu deməli advent kalendardır. Gələn il mütləq özümə bir dənə advent alacağım. Bunu məncə gerçəkləşdirmək o qədər da çətin deyil. Bunu bilmirəm nə dərəcədə gerçəkləşdirə biləcəm, amma yenə də ürəyimdən keçdim. İmенно bu rəngdə maşın istəyirəm. Ola bilər ki, Volkswagen olmasın, X6 olsun və yaxud başqa bir model. Amma imенно belə bir rəngdə istəyirəm. Hardan tapacam, heç özüm də bilmirəm. Bu X-i qızlar belə. Ən əsas gələn il istəyirəm 400.000 izləyicim olsun və bunun üçün 180.000 yığmalıyam. Bir ilə hesablamışam, hər ay 15.000 izləyici gəlməlidir mənəm. Asan deyil, amma son bir həftə ərzində qəşəng izləyici gəlib mənəm. Sükyanı belə saxlaya bilsəm, alınacaq. Aldığım qolbağın səpoşkasını da istəyirəm. Burada kifayət qədər asant arzular da var. Misal üçün belə bir kürk istəyirəm. Bunu əslində bugün elə Temudan vura bilərəm. Mən çalışırdım real şeyləri tutum. Düzdür, Volkswagen də ucuz deyil. Amma yenə də bəlkə alındı, hardan bilərik. Öz maşınımı satıb üstünü düzəldib alır bacım. Bunu hər il özümə söz verirəm. Amma heç vaxt gerçəkləşdirə bilmirəm. Üzgüçlüyə yazılmaq istəyirəm. Bu yaşda üzə bilmirəm, biabırçılıqdır. Amma həvəsim yoxdur yazılmağa. Öz məcbur eləməliyəm. İnşallah 26-da məcbur eləyərəm özümü. Hələ ki, axod yoxdur. Özümü belə vizualizasiya eləyirəm ki, 2026-cı il mənim ilim olacaq. Çoxlu pullar hətta kaşalokda belə sığışmayacaq. Ailə sağlam və xoşbəxt. Mənə lazım olanları hamısını kəsdim. Bunları isə tullayacağım. Zərfi uca tullayan məqam görürəm ki, kağız üçün nəsə ağırdır bu. İçində nakleykalar, qayçı, nələr var imiş. Necə də minnoş və şirin qayçı var. Ən əsas vision board sözünü tam ortasına yapışdırmaq istəyirəm. Sanki Boom kanalı üçün kontent çəkirəm. Özümü elə hiss elədim bir anlıq. Gəlin bunlardan da bir ikisini yapışdıraq. Belə. Konkret bu iş anti-stressdir. Deməli, mənim bu qədər nakleykalarım var. Ən birinci gəlin bunu yapışdıraq. Qalsın burada. Əslində əvvəl yerləmək lazımdır. Sonra yapışdırmaq. Amma mən ümid edirəm ki, yaxşı alınacaq. Növbəti bu maşınka. Tam ortasına yapışdıraq. Bu həqiqətən çox önəmlidir. Ona görə sizdən xahiş eləmək istəyirəm. Əgər hələ də mənim kanalıma abunə deyirsinizsə, pajалуйста, abunə olun. Bunu belə yapışdıracağım. Həqiqətən məncə biraz nakleykalar az olur.
Mənə dedilər ki, ən azı bir 30 dənə at. Mən də dedim ki, mənim o qədər arzularım yoxdur. Amma biraz boş görsənəcək sanki. Qızlar, çox Eminemin konsertinə getmək istəyirəm. Uca xoşuma gəlir. Hey. Bunu da buram. O qədər xoşuma gəlir evdə oturmaq. Belə havada pis olanda özün üçün qaynar çay, kofe, dadlı yemək və oturursan nəsə belə bir işlə məşğul olursan. Bu kürkü baja alacaq. Görəsən mənim kimi evdə oturmaq xoşlayan izləyicilərim var ya yoxdur, mütləq bölməsində yazın. Çoxlu pullar gəlin bura. Əvvəl fikirləşdim ki, əyri-üyrü olar. Amma baxıram ki, yox, süperdim. Növbəti ad günümü təntənəli keçirmək istəyirəm. Bu ildə ad günü qəşəng keçdi mənim. Amma gələn il biraz çox qonaq çağırmaq istəyirəm. Bu da mənəm, göy ki, pulum o qədər çoxdur ki, belə səpələyirəm. Əvvəl fikirləşdim ki, kleyni yapışdırmaq lazım olacaq bunları. Yaxşı ki, qızdan soruşdum. Qız da dedi ki, yox, bunlar yapışqanlıdır. Sonra öz-özümə dedim ki, yaxşı ki, soruşdum. Çünki belə təbii ki, daha asandır. Eyni zamanda daha maraqlıdır düşünürəm. Kimdə o kleyin azadına oynayan balacaları bu hissələri yapışdırmaq olar. Bu arada qızlar, Instagramda mən paylaşdım. Mən bunları hardan sifariş eləmişəm. Ona görə məni Instagramda takip eləməyi unutmayın. Çoxlu shopping. Hamısı gerçəkləşsə var. Bu deməli uğur simvoludur. Beautiful 2026. Ürəyi ortasına atacağım. Əslində hər şey çox da ideal yapışdı, amma bəzi qıraqlarda boşluqlar qalıb deyə mən bunları da yüngülvari kəsəcəm indi və buralara yapışdıracağım. Tam olaraq dolsun. Fikir versəz, Vision Boardda şəxsi həyatımla bağlı heç nə yoxdur. Nədənsə heç özüm də bilmirəm, amma son zamanlar təklikdən çox həzz alıram. Suallar yaramasın deyə əslində çalışıram paylaşmamaq, kimsə mənə gül hədiyyə eləyəndə və yaxud öz diqqətini bildirəndə. Subay bir xanımam və bu normaldır ki, kiminsə məndən xoşu gəlir. Əgər çox bahalı bir hədiyyə deyilsə, sadəcə bir güldürsə və yaxud nəsə, qəbul edirəm və insan hərəkətlərinə baxıram. Sanki qıraqdan müşahidə edirəm, bəlkə də yekəxana kimi çıxar mənim sözüm, amma şans verəcəm bu insana, yoxsa yox özünü doğrultmağa. Tam səmimi deyirəm, heç kimlə deytə çıxmıram, qəsdən kimləsə tanış olmuram. Belə bir nəticəyə çıxartmışam ki, mənim qismətim məni tapacaq, tapmasa da belə də həyat superdir. Təklikdən qorxmaq lazım deyil, əsas can sağlığıdır, qalan şeylər inanın ki, boş şeydir. Can sağlıq olmayan yerdə inanın ki, heç nə sizi xoşbəxt eləyə bilməyəcək. Özüm üçün qəşəng çay hazırladım, bunu bunun üstünə tökməsəm yaxşıdır. Belə bir yeni abu havalı konfetim də var. Bunu içəcəm çay və ən əsas bitirdim və məncə çox gözəl alındı. Dəhşət ürəyimcə oldu. İndi hardansa asmalıyam mən bunu. Arzularımı isə bir-bir bunu yapışdıraraq sizə göstərmişəm. Hər şey çox simpledir, düşünürəm və qəşəng alındı. Baxın, belə güzgünün üstünə yapışdırdım, amma yapışdırandan sonra yadıma düşdü ki, bir şey unutmuşam. Mən bu il ərzində, 2026 il ərzində mütləq 50 dənə dekorativ kosmetika aid məhsul bitirməliyəm. Burada isə o yazısı yoxdur. Ona görə özüm ruçka ilə burada yazacağım. Все, hazır, yadımdan çıxmasın. Belə alındım. Bunun içində necə də şirin şaxta baba var. Sütlü şokoladım. Çox qəşəngdir. Böyle dadı qızlar. Mükəmməl. Burada məndə 2 dənə Trendyol bağlamam var. Adətən mən Trendyol bağlamalarla ayrı shorts videolar çəkirəm. Amma nəsə bugün axotum yoxdur və açmaq istəyirəm. Çünki buradakı məhsul uca mənə lazımdır. Həm sizə göstərim vlogda, həm də ki açıb artıq uca istifadə eləməyə başlayım. Belə yolkanın qarşısında çəkmək istəyirəm. Mama yolkanı qəşəng upgrade edib. Xoşuma gəlir.
Kofe shoplarda kofe alarkən görürəm ki, onlar sirop əlavə edirlər. O siropu bizim mağazalarda mən görməmişəm, nə yalan deyim, amma Trendyolda gördüm və görən kimi sifariş eləmək istədim. Bu misal üçün karamel dadıyladır. Hər səhər kofe içirəm və bunları əlavə eləyəcəm kofeyə. Ağ şokolad dadıyla. Sразу çox götürmüşəm, zapasda olsun. Mama da həmişə mən danlayır, deyir, əvvəl sına xoşuna gəlir ya yox, sonra alarsın. Amma çox alanda daha münasib olurdu qiyməti, ona görə barı aldım. Əgər bunların linki qalıbsa, mən mütləq sizin üçün bu videonun altında yerləşdirəcəm. Amma dəqiq bilmirəm, çünki çoxdan sifariş eləmişdim. Hətta bağlama özü də uzun müddətli gəlib, nəsə mən açıb qutara bilmirəm. Burada fərqli dadlar var. Vanil, ağ şokolad, qoz, yox fındıq, qoz nə olur fındıq, ağ şokolad və belə karamelli. Və bunları yalnız kofe üçün yox, fərqli kokteyllər düzəltmək üçün də istifadə olunur. Amma mən sırf kofe üçün almışam. Və ikinci bağlamam. Bunun içində də nə varsa bilirəm. Az qala dırnağım sınırdı. Bəh. Bunu mən Sinosun rəsmi səhifəsindən sifariş eləmişəm. Və burada 2 dənə gidrafil yağdır. Hal-hazırda istifadədə də biri var. Mən də çox sevərək işlədirəm. İndi göstərəcəm sizə. Hal-hazırda vəziyyət budur. Çox bəyənirəm. Ümumiyyətlə sizin üzünüzdə səpkilər yaranırsa, deməli siz danalini düzgün təmizləmirsiniz üzdən. Əvvəl gidrafil yağdan istifadə edirəm. Sonra isə Biodermanın üz yuma gelindən. Bu 2 addımı eləyəndə dərim olur tərtəmiz. Bəzən mənə yazırlar, nə qədər tonalini vurursan, mən onu düzgün üzümdən silirəm və baxımı eləyirəm. Əksinə deyərdim ki, sizə tonalini istifadə eləməyən günlərdə mənim dərim korlanır. Bu da vəsə. Bilmirəm niyə, amma izləyicilərimə hər zaman zapasda nələr varsa, həmişə deyirlər göstər, zapasım dolub, bunu da qoyuram buram. Saçımı yumuşam, yaşdır, amma nədənsə çox səliqəsiz görsənir sanki. Sanki yağlıdır, ya mənə elə gəlir. Bugün evdə mən təkəm, çünki mamam, qardaşım və bibim gediblər Xaçmaza, orada hüzur yeri var. Bilmirəm, yadınıza gəlir o vlog yoxsa yox. Papa gələndə son günü biz bir qohumun evinə getmişdi, orada çox da çəkiliş eləmədim. Hal-hazırda orada çox təəssüf ki, hüzur yeri var. Axşam tərəfi mama gel gələcəklər, amma belə evdə mən təkəm. Əsas bunlardan birini sınamaq istəyirəm. Birini açdım, qoxusu dəhşət gözəldir. Açmışam bacılar, ona görə kənddən gələn yumurtalarla qaşıngdən qayğanaq eləyim özümə. Bunlar belə. Çox asta xudumda. Uca yumuşaq olub. Bəlkə mənim videolarımda avokado görməkdən bezmisiniz, amma mən çox sevirəm və günüm avokadosuz olmur. Bu yeni il abu havalı tarelkamda o qədər sevə-sevə istifadə edirəm. Bəh. Tam belə istədiyim kimi oldu. Yumurtanı da belə xoşlayıram. Çox çiğ olanda içi sevmirəm. Belə bir yeməyim alındı. Vision boardda olan arzulardan birini gəlin hələ çörək yeyə gerçəkləşdirək. Deməli, belə bir kürk çoxdandan istəyirəm. Mağazalarda gəzmişəm. Mağazalarda 200 manatdan aşağı yoxdur. Stradivarius da var, Zara da var və s. Mən fikirləşdim ki, onsuz da sezonda qutaracaq bu gələnə qədər. Həm də ki, Allah bilir gələndir giyinəcəm yoxsa yox. Bunu alım, hələ buradan boz rəngdə olanı, amma ağ da pis deyil əslində. Və qiyməti 62 manatdır. Amma yaxşı reyləri olanları seçmişəm. Yəni ki, bəzilər var, reyləri pisdir, onların keyfiyyəti də pisdir. Ona görə mən yaxşısını sifariş edirəm qızlar. Ona görə indi vuracam, baxım görüm başqa mənə temadan nə lazımdır. Videonu montaj edib qutarana yaxın indi diqqət yetirirəm ki, temu bağlamanı bu videoda da açmaq unutdum. Ən əsas qış geyimləridir. Həm geyinmək yoxca vaxtıdır, həm də ki, siz vaxtında sifariş edə bilərsiniz deyə sizə söz verirəm ki, növbəti vlog o məhsullardan başlayacaq. Daha doğrusu bu videonu editləyib qutarandan
sonra başlayacağım o bir videonu çəkməyə. Kənd yumurtaları isə möhtəşəm dada malikdir. Biz rayondan, qonşumuzdan alırıq. Biri 35 qəpiyə. Düzdür, şəhərdə daha ucuzdur. Hətta deyərdim 2 qat daha ucuzdur, amma dadı o olmur. Kofe əlavə eləyən siropu da bəyəndim qızlar. Videonun altında mütləq sizin üçün linkini yerləşdirəcəm. Birdən siz də sifariş eləmək istəsəz oradan tapa bilərsiniz. Mətbəxim o qədər də çirkli deyil, amma fikirləşdim ki, biraz səliqə səhman burada da yaradım. Neçə gündür hava buludludur. Səhər durursan, buludlu hava ilə və bir neçə saat keçəndən sonra ümumiyyətlə görürsən ki, hava qaralır. Qış aylarda ən sevmədiyim xüsusiyyət elə məhz budur. Bilmirəm siz necə, amma mən hava qaralanda heç nə eləməyi istəmirəm. Sırf nəysə YouTube-da baxım, uzanım və s. Pəncərəmdən gün görənə qədər mən iş görə bilərəm. Nədənsə özümü belə proqramlaşdırmışam. YouTube-a tez-tez vloqlar ata bilmirəmsə də Instagramda daimi olaraq storieslər paylaşıram. Ona görə məni Instagramda takip eləməyi unutmayın. Hər şeyini hazırladım. Fikirləşdim ki, qablarımı yuyum. Birdən görürəm ki, su yoxdur. Rezqi su kəsildi. Təəssüf ki, ona görə qabları belə qoyuram hələ ki. Onda da sifarişimi tamamlayayım. Yadınıza gəlirsə, mən belə bir çanta sifariş eləmişdim. O qədər mükəmməldir qızlar. İçindəki astardan tutmuş materiala qədər möhtəşəm keyfiyyətə malikdir. Mən bunu Temudan sifariş eləmişəm və 80 manat almışdım. Bunun reyləri hamısı 5 ulduz idi. İçindəki astara diqqət yetirin. Çox gözəl keyfiyyətlidir və mən bunu 80 deyəsən 5 manata almışdım. İndi baxıram ki, mən aldığı satıcıda bundan da yoxdur. Stoku bitib, başqa rəngləri də bitib. Amma başqa satıcılarda toçna bu sumkadan var. Amma 43 manata. Reyləri də o qədər də yaxşı deyil. İndi mən tərəddüd eləyirəm. Görəsən sifariş eləsəm yaxşıdır, yoxsa yox. Çantanı çox bəyəndim deyə bunun başqa rəngləri də istəyirəm və hal-hazırda bunlar 43-ədir. Misal üçün bu yaşılı istəyərdim və yaxud qarasını. Çünki hər şey yerləşir, həm də ki, eyni zamanda gözəl keyfiyyətə malikdir. İndi bilmirəm, gələn toçna bundan gələcək, yoxsa ucuzdur deyə başqa bir çantadır. Qalmışam belə. Görəsən endirimə düşüb prosta, yoxsa keyfiyyət fərqlənir. Çünki pis reylər də var. Daha doğrusu bir reyi var ki, yazmışdı o qədər də yaxşı çanta deyil. Qalmışam belə fikirləşə. Girdim qızlar reyləri oxumağa və baxıram ki, hamı məndən vlog gözləyir. Hamı narazıdır ki, videolar o qədər tez-tez çıxmır. Bir gündən bir vlog paylaşmaq olar deyib məni danlayırlar reylərdə. Nə uzunluğunda paylaşırsansa, evdə nə edirsən, lüboy bir şey olsun, tək video olsun. Belə reyləri oxuyanda həqiqətən mən əriyirəm və sizə çox sağ ol demək istəyirəm. Mənim maraqsız ev həyatı, siz bu qədər insan izləyirsiniz, gözəl reylər yazırsınız. Həqiqətən deyim ki, wow dərəcədə maraqlı həyatım var, səyahətlər var, nə bilim, fərqli şeylər göstərirəm. Adi rutin həyatdır və bunu izləyirsiniz və belə gözəl reylər yazırsınız deyə mən həqiqətən çox sevinirəm. İnana bilmirəm bəzən buna ki, Azərbaycanda bu qədər insan mənim uzun vloqlarımı izləyir, maraqla izləyir, gözləyir məndən kontent. Mən də sizə söz verirəm ki, çalışacağam, mümkün qədər çox video sizin üçün paylaşım. Sizi çox sevirəm. Çox sağ olun ki, bu videonu da axıra qədər izlədiniz. Mənim videoma like basıb və əgər abunə deyilsinizsə, abunə olun. Sizi sevirəm. Sağ olun.